Qoy gözləsinlər. Yoldaş Şadrinski, sizi gözləyirlər. Xoş gördük. Soyuqdur. İş başımızı qarışdırıb, şaxta yaddan çıxıb yoldaş katib. Bu həftə 18 vaqon inşaat materialı almışıq. Deyəsən, zavodu vaxtından qabaq tikib qutaracağıq. Deyirəm, bir stəkan çay pis olmaz, hə? Neynək? Deyirlər, bəs soyuqlar düşəcək. Eşitmişəm. İşimizə yaman əngəl törədəcək. Vəziyyətdən xəbərim var. Ha, Xəlil gəlmişdi. Kommunistlərimizi siyahıya aldı. Al bax. Mərkəzdən göndəriblər. Adamları qanqadadan qurtarmaq lazımdır. Bu işin öhdəsindən ancaq sən gələ bilərsən, Abbasqulu bəy. Tutaq ki, Kərbəlayı məni eşitdi. Bəs onun öz taliyi necə olacaq? Hələlik bu barədə elə bir göstəriş yoxdur. Ona sonra baxarıq. Mənə qəti söz lazımdır. Söhbətin nəticəsi bundan çox asılıdır. Mən yalan danışa bilmərəm. Toxunmarıq ona.